الحمد لله يخلق ما يشاء ويختار ويستفي للشرف من شاء من الأخيار. شرف رسوله محمدا صلى الله عليه وسلم على كل البرية وجعل ذريته أشرف ذرية. نحمده تعالى ونشكره ونثني عليه ونستغفره ونشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن سيدنا ونبينا محمدا عبده ورسوله صلى الله وسلم وبارك عليهم وعلى سائر الصحابة والتابعين ومن تبعهم بإحسان إلى يوم الدين. أما بعد، فأوصيكم ونفسي بتقوى الله، فإن التقوى زاد المؤمنين ووصية الله للأولين والآخرين. Əziz, değerli kardeşler, hürmetli Müslümanlar, ilk önce nefsime, sonra size Allah'tan korkmağı tavsiye ederim. Ve tekva müminin azugesidir. Allah Teala'nın evvelkilere, sonunculara ettiği bir vesiyetidir, tövsiyesidir. Sonra bilin ki Allah Teala şehitlik məqamını uca bir məqam edib, əzəmətli bir dərəcə edib, uca bir kəramət, hörmət edib. Buyurub ki, وَلَا تَقُولُ لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ اَنْوَاتٌ بَلْ اَحْيَاءٌ وَلَكِنْ لَا تَشْعُرُونَ. Allah yolunda öldürülenlere ölü demeyin. Aksine onlar diridiler, lakin siz hissetmişsiniz. Ve buyurup ki وَلَا تَحْسَبَنَّ الَّذ۪ينَ قُتِلُوا فِي سَب۪يلِ اللّٰهِ اَنْوَاتًا بَلْ اَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ. Allah yolunda öldürülenleri ölü hesap etmeyin. Aksine Allah yanında diridiler, ruzilenirler. Ve şehitlik hiç de deyilen, danışılan kelimeler değil veya kaldırılan şuar değil. Lakin samimiyettir, sadıklıydı Allah Teala'yla, sabirdi hak üzerinde, sabitliydi din üzerinde. Alemlerin Rabbinin razılığı için nefsi sərf etməkdir, fəda etməkdir. Ona görə əzəmətləşdirib Peyğəmbər sallallahu aleyhi və səlləm şəhidin şənini, bəyan edib fəzilətini, Allah yanındakı hörmətini və buyurub ki, cənnətə daxil olan elə bir kəs yoxdur ki, dünyaya qayıtmağı arzulasın. Ona dünyada olan her bir şey verilse bile, yalnız şehit istisnadır. Şehit arzulayacak ki 10 defa dünyaya qayıdıb yine öldürülsün ona gösterilen hürmete göre, gördüğü keramete göre, hürmete göre. Bu bəs edir, biləsən, şehidin Allah yanında derecesi, fəziləti hansı məqamdadır? Allah Teala ne fəzilət, ne razılıq hazırlayıb onun için. Ona göre şehitlik məqamı əzəmətlidir ve o məqam için seçilir. Ve seçen de Allah Teala'dır. Herkesi seçmir. Bendelerinden sadik olanları seçir o məqam için. Ona göre de şehitlik hiç de kapı değil karışıklık için, həzməzlik için. Şehitlik düşüncesiz, özünü tehlikeye atmak değil. Sadık mümin bilir şehitliği nedir. Ona göre istəyir Allah Teala'dan, istəyir sabitliği bu yolda, istəyir güzel sonluq, şeriatın emirlerine tabi olarak ve bilir ki şeriatte kan meselesi böyük məsələ əzəmətlidir. Nəfs əmanətdir.
cihad, döyüş şəriətin qoyduğu ölçüdə, çərçivədə olmalıdır. Həddi aşmaq olmaz onda. Və kim Allahla sadiqdirsə, Allah Teala onu yüksəldir sadiqlərin məqamına, dərəcəsinə. Deyir ki, sallallahu aleyhi və səlləm, kim Allahdan şəhidlik istəsə, sadiq qəlblə, səmimi olaraq, Allah Teala onu şəhidlərin məqamına çatdırar, o yatağında olsa belə. Ona görə də ibrət iddialarda deyil, ibrət qəlbin səmimiliyindədir, əməlin salih olmasındadır, Allahın itayətində sabitlikdədir və şəhidlik, sabitlik, səbir zikr ediləndə həyatını bu yolda fəda etmiş kəslərdən ən çox xatırlanan bir nəfər var. Hansı ki, onun haqqında danışmaq istəyirik. Hüseyin ibn Əli radiyallahu anhumə şəhid, qətl edilmiş, məzlum olaraq, kunyəsi Əbu Abdullah, Əli ibn Əbi Talibin oğludur. Peyğəmbərin gül qoxulu qızı Fatimənin oğludur. Peyğəmbərin nəvəsidir, reyhanıdır, pak əhl-i beytdəndir. Və bəs edir ki, şahidlik edib. Peyğəmbər sallallahu aleyhi və səlləm onun fəziləti üçün deyib ki, Həsən və Hüseyin cənnət cavanlarının ağasıdır. Peyğəmbərin bu şəhadətindən, şahidliyindən sonra hansı şərəf axtarırsan? Bundan böyük şərəf varmı? Cənnət cavanlarının ağası olduqdan sonra bundan böyük məqam axtarmağa ehtiyac varmı? Və Hüseyin radiyallahu anhu əsil, köklü şərəflidir. Nəsəbi uca, Allaha abid, haqqı sevən, şücayətli, sabit biri idi. Peyğəmbərlik evində tərbiyə alıb. Pak, ibadət, elm dolu bir mühitdə böyüyüb, başa çatıb. Peyğəmbərin zürriyyətidir, nəslidir. Ona ən sevimli olan insanlardan biridir. Daşıyıb Peyğəmbər sallallahu aleyhi və səlləm onu qucağında, xütbəsində kəsib ona görə, enib minbərindən, öpüb, sevib, dua edib onun üçün. Ona görə də onu sevmək, Peyğəmbərin sevdiyini sevməkdir. Və bizim ona məhəbbətimiz, Hüseynə sevgimiz, heç də və sadəcə bir adət deyil və ya qövmçülük, qəbilə təəssübkeşçiliyi deyil, məzhəb şuarı deyil ki, qaldırmışıq, yox. Əksinə ibadətdir. Allaha yaxınlaşdıran, Allaha yaxınlaşdığımız bir ibadət. Çünki biz sevirik Peyğəmbərin sevdiyini, qoruyuruq onun, qohumlarının, əhl-i beytinin haqqını. Çünki tövsiyə edib bizə bunu. Uzəkkirukumullaha fi əhl-i beyt. Sizə əhl-i beytim haqda Allahı xatırladıram. Və təkrarlayıb 3 dəfə, sabitdir, bax, Səhih Müslimə. Və deyir ki, Siddiq, Əbu Bakır Siddiq, radiyallahu anh, irqabu Muhammedən fi əhl-i beyti. Muhammədi əhl-i beytində qoruyun, yəni yaxınlarını qoruyun, əhl-i beytinin haqqını qoruyun. Sabitdir Səhih Buxaridə. Və əhl-i beytin məhəbbəti dindir, imandır. Lakin bu məhəbbət şəriətin qoyduğu çərçivədədir. Şəriətin qoyduğu həddədir, ölçüdədir. Sevirik onları. Lakin həddi aşmırıq. İfrata varmırıq. Hörmət edirik. Lakin ibadət etmirik onlara. Allahdan rəhmət diləyirik onlar üçün. Dua edirik. Lakin Allahı qoyub onları çağırmırıq. Kədərlənirik. Onların müsibətinə, başlarına gələn bəlaya. Lakin dində bidətə, xurafata yol vermirik. Dəyərli müsəlmanlar,
qətl edilib. Hüseyin radiyallahu anhu zülmə məruz qalaraq, məzlum olaraq şəhid edilib. Və onun müsibəti ümmət üçün əzəmətli bir müsibətdir. Köksünə vurulmuş, sağalmayan bir yaradır. Lakin bugün o hadisənin təfərrüatından, təfsilatından danışmayacağıq. Vaxt da yetməz. Lakin danışacağıq, qısa da olsa necə öldürülüb və danışacağıq necə sevirik onu, danışacağıq necə o əzəmətli məqama, şəhidlik məqamına çatıb və bizim ona məhəbbətimiz necədir, necə itiraf edirik onun fəzilətini və bizim yanımızda onun dəyəri nədir, hörməti nədir və çıxıb fitnə vaxtı, qarışıqlıq bir zamanda, hətta o və onunla olanlar Kərbəla deyilən yerə gəlib, mühasirəyə alınıb və qətl edilib o və yanında olan əhl-i beyti, onunla olan ailə və övladları, əshabı və onun qətli, Peyğəmbəri sevən, Peyğəmbərin əhl-i beytini sevən hər bir müsəlmanın qəlbində ağır bir faciədir, ağır belən bir müsibətdir. Və Hüseyin radiyallahu anh o mövqeydə, o yerdə əzəmətli səbir göstərib, heyrətamiz sabitliyi göstərib, nadir şücayət göstərib, qəbul etməyib dini üçün zilləti, qəbul etməyib əyilməyi, dəyişməyib izzəti, satmayıb izzətini, hörmətini, dəyişməyib etiqadını, prinsiplərini, hətta Allah Teala ilə qarşılaşıb, məzlum olaraq şəhid edilib və şəhiddir. Onu elə hesab edirik, onun haqqda belə zənn edirik, lakin Allahın yanında heç kimi təmizə çıxarmırıq. Ona görə salam olsun ona, əhl-i beytinə, Allahın rəhməti, razılığı olsun onlardan. Və biz Hüseyni xatırlayanda ona adi insan kimi xatırlamırıq. Adi bir kişi kimi xatırlamırıq. Əksinə xatırlayırıq. Çünki Peyğəmbərin nəvəsidir. Cənnət qadınlarının ağası olan Fatimə radiyallahu anhın oğludur. 4-cü Raşidi xəlifənin, İslamı ilk qəbul edənlərdən olub Peyğəmbərin qızının əri olan Əli ibn Əbi Talibin oğludur. Hansı ev bu evdən daha şərəfli ola bilər? Hansı nəsəb bu nəsəbdən daha hörmətlidir? Ona görə də onun qətli müsibətdir. Möminlərin qəlbi üçün ağrıdır, acıdır. Çünki Peyğəmbərin nəvəsi qətl edilib, məzlum olaraq şəhid edilib. Və biz Allah'a sığınırıq onu qətl edənlərdən, onun qətli ilə razı olanlardan. Allah'a sığınırıq Peyğəmbərin əhl-i beytinə zülm edənlərdən. Lakin müsəlmanın müsibətlərdə mövqeyi var. Və o mövqe qışqırmaq, çığırmaq deyil. O mövqe üzə sinəyə vurub yaxanı cırmaq deyil. O mövqe nəfsə əziyyət etmək deyil. Söyülməsi icazəli olmayanları söymək deyil. Müsəlmanlar üçün fitnə qapısı açıb təfriqəçilik salmaq deyil. Öyrədib bizi Peyğəmbərimiz müsibət anında nə etməliyik? Deyib ki, həqiqətən göz yaşarır, qəlb kədərlənir. Lakin Rəbbimizi razı salan sözləri deyirik. Və deyib ki, bizdən deyil, üzə və sinəyə vuran, yaxacıran, cahiliyə çağırışı edən. Çünki dinimiz orta yoldur, ədalətli dindir. Dinimiz bəzi sərt qəlblilərin etdiyi kimi, bu işə sevindiyi kimi, əhl-i beytə qarşı laqeydlik deyil. Dinimiz onlara qarşı həddi aşıb ifrata varmaq deyil. Necə ki, bidət xurafat əhlidir. Dinimiz bu kədəri şəriətə müxalif olan mərasimlərə çevirmək deyil. Bizim onlara olan sevgimiz,
o sevgi müqabilində qadağan olunan kəsləri, icazəli olmayan kəsləri söyüb lənət etmək deyil, təfriqəçilik salmaq deyil. Əksinə deyirik ki, Allah Hüseyndən razı olsun, İslamın əvəzinə ona xeyirli mükafat versin, dərəcəsini hidayət olmuşların içində artırsın, bizi və onu, eləcə də babasını Nəim cənnətində cəm etsin, Firdovs cənnətində cəm etsin. Həqiqətən Hüseynə qarşı olan səmimi sevgi, sövq etməlidir insanı onun babasının gətirdiyi dindən tutunasan. Kim Hüseyni sevirsə, namazı qorumalıdır. Kim Hüseyni sevirsə, tevhidi əzəmətləşdirməlidir. Kim Hüseyni sevirsə, tərk etməlidir zülmü, şirki, xurafatı. Kim Hüseyni sevirsə, doğru olmalıdır sözündə, sadiq olmalıdır, səmimi olmalıdır. Valideynə qarşı da yaxşı davranmalıdır, dilini qorumalıdır, babasının sünnəsinə tabi olmalıdır, bidətdən, xurafatdan uzaq olmalıdır. Və Hüseynə məhəbbət bir gün ağlayıb, sonra ilin digər günlərində namazdan qafil olmaq deyil. Hüseynə məhəbbət kəlmələr deyil ki, danışasan, sonra onun babasına müxalif olasan. Hüseyn radiyallahu anh, Peyğəmbərlik evinin bəhrəsidir, bəli. O ev ki, tevhid üzərindeydi. Sünnə ibadət, təqva üzərindeydi. Və bu sadiq, şəhid Hüseyn ölümü ilə öyrədib ümmətə imanın mənasını, sabitliyin mənasını xatırladıb bizə ki, həqiqi həyat heç də uzun ömür yaşamaq deyil. Həqiqi həyat Allahın itaətində olmaqdır. Haqqa kömək edib bu yolda səbr etməkdir. Gözəl sonluq qazanmaqdır. Və şəhadət uca bir məqamdır. Onun üçün və Allah üçün ixlaslı olan hər bir kəs üçün və bu dəlildir ki, müminin ola bilsin ki, cəsədi, cismi getsin, lakin izi qalsın, nəticəsi qalsın, gözəl xatirəsi qalsın. Möminlər onun üçün dua etsin və bilin ki, məhəbbətimiz Hüseynə, əhl-i beytinə o demək deyil ki, Peyğəmbərin digər əshabına nifrət etməliyik. Çünki Allah Teala cəm edib əhl-i sünnənin qəlbində əhl-i beyt sevgisi ilə Peyğəmbərin səhabələrinin sevgisini. Sevirik Əlini də, Fatiməni də, Həsəni də, Hüseyni də, sevirik Əbu Bəkri də, Öməri də, Osmanı da, digər səhabələri də. Kim Peyğəmbərin əhl-i beyti ilə səhabələrini ayırırsa, bilsin ki, Peyğəmbərin sevdiklərinin arasına ayrılıq salır. Kim Hüseynin məhəbbətini iddia edib, sonra Peyğəmbərin yoluna müxalif olursa və ya Allahdan qeyrisini çağırırsa və ya dində yenilik edirsə və ya müsəlmanlar arasında fitnə salır, təfriqəçilik edirsə, bil ki, məhəbbət yolunda səhv edib, bu yoldan azıb və sonra bil ki, Hüseynə olan sevgimiz, əhl-i beyti olan sevgimiz o demək deyil ki, biz onlara Peyğəmbərlərin, elçilərin xüsusiyyətindən nəsə bir xüsusiyyət verdik. Məsumiyyət kimi yeni şəriət gətirməyi onlara aid edirik. Xeyr, əsla. Bununla belə biz asi olmuruq onun babasına. Hansı ki, qadağan edib bizə fəryad etməyi, sinə vurub, üzə vurub, yaxa cırmağı, xəbər verib ki, bu cahiliyə adətindəndir. Çünki o özü də yaşayıb əzəmətli bir müsibət. Əmisinin, Həmzənin qətli, hansı ki, cəsədinin üzərində Məkkə müşrikləri işgəncə etmişdilər. Peyğəmbərin başına yaşadığı müddətdə ondan əzəmətli müsibət gəlməyib. Lakin bunu ilə yanaşı, onun şəhid olduğu günü matəmə fəryada çevirməyib. Eləcə də Əli ibn Əbi Talib, Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edəndə onun öldüyü günü matəm fəryad etməyib. Eləcə də övladları Həsən Hüseyin, ataları şəhid ediləndə o günü matəmə çevirməyib və biz də Hüseynin öldüyü günü matəmə üzə vurub yaxacırmağa çevirməyik. Əksinə, babasının yoluna tabi oluruq. Əhl-i beytin pak imamlarının addımladığı o yolda addımlayırıq. Onların əməlini edirik. Və şək yoxdur ki, bu hadisə hansı ki baş verib hicrətin 61-ci ilində
ağrılı, ağır bir hadisədir. İslam ümmətinin köksünə vurulan sağalmaz bir yaradır. Və Hüseyni qətl edənlər xəsarətə, ziyana uğradıblar özlərini. Aləmlərin Rəbbinin qəzəbinə düçar ediblər özlərini. Lakin biz xatırlayırıq onun şəhadətini. Ona rəhm etmək üçün təkcə onu yox, həmçinin umumən müsəlmanların bütün şəhidlərini dua ilə, rəhmətlə xatırlayırıq. Həddi aşmırıq, ifrata varmırıq, bidət xurafatdan uzaq olaraq xatırlayırıq ki, onlardan ibrət alaq. Onların səbrindən, sabitliyindən, xatırlamırıq ki, onların sevgisi adı ilə şəriətə müxalif olaq. Xatırlayırıq ki, haqq üzərində sabit olaq. Xatırlamırıq ki, təəssüb keçdiyi fitnə qapısı açaq. Deyirik ki, Allahım onlara rəhm et, dərəcələrini yüksəlt, bizi və onları Firdevs cənnətində cəm et. Allahım, o xoşbəxt şəhidi və onunla olanlardan razı ol, onlara rəhm et, nemət cənnətinin sakinləri et. Allahım, biz səni şahid tuturuq ki, Peyğəmbəri sevirik, əhl-i beytini sevirik, əshabını sevirik. Allahım, razı ol Həsəndən, Hüseyndən, Əlidən, Fatimədən, möminlərin analarından və digər səhabələrdən. Allahım, müsəlmanların şəhidlərinə rəhm et. Hər bir məkanda, Allahım, vətənimiz uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçib, vəfat edənləri şəhidlik zirvəsinə yüksəlt. Onları salihlərin sırasında qəbul et. Dərəcələrini hidayət verdiklərinin yolunda arasında et. Allahım, onlardan sonra əhl-i beytinə sahib çıx, onların ailələrinə sahib çıx. Dinlərinə görə, vətənlərinə görə, millətlərinə görə onlara xeyirli mükafat ver. Allahım, qazilərimizə şəfa ver, yaralarımıza şəfa ver. Kim imtihan olubsa müsibətlə bizdən, ona salamatlıq ver. Ordumuzu qoru, onları müvəffəq et. Allahım, torpaqların bütövlüyü uğrunda, haqqın, ədalətin bərpa olması uğrunda canından keçmiş, bu yolda canını əsirgəməyən hər kəsə rəhm et. Bu yolda kömək olanlara sən də kömək ol. Düşmənlərin hiləsini özlərinə qaytar. Allahım, ölkəmizi, vətənimizi, Azərbaycanı əmin-amanlıq diyarı et, rahatlıq diyarı et və digər müsəlman ölkələrini. Allahım, dövlət başçımızı qoru. Onu müvəffəq et. Allahın sevdiyi və razı qaldığı hər bir işə, onu yaxşı və təqvalı işlərə sövq et. İslamı onunla izzətləndir. Onu İslamla izzətləndir. Allahım, onu səbəb et. Bu ölkənin əmin-amanlığı üçün, sabitliyi üçün, ədalətin bərpası üçün, zülmün aradan qalxması üçün onunla ölkəni, bəndələri islah et. Allahım, kəlməmizi haqq üzərində cəm et. Bizi islah et. Aramızda kin və ədavət varsa, bu kini, ədavəti bizdən uzaq et. Ölkəmizi və digər müsəlman ölkələri fitnələrdən, xətalardan, bəlalardan qoru. Bizi eşidib faydalardan et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurur rahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin نبينا محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا. عباد الله، إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. اذكروا الله العظيم يذكركم واشكروه على نعمه يزدكم ولذكر الله أكبر والله يعلم ما تصنعون. وأقم الصلاة.